Oruc bütün ibadətlərdən fərqlidir bir cəhətinə görə. Bütün ibadətlər, nə qədər ibadətlər təsəvvürünüzdə var, hamısından bircə fərqi var. Və bu önəmli bir fərqdir. Oruc ibadətində bir dənə də olsun et əmri yoxdur. Orucda belə bir şey yoxdur. Filan şeyi eləməlisən. İstənilən ibadətə baxın, et və etmə bundan ibarətdir. Namazda nə deyirik? Deyirik ki, qiraət, rüku, qiyam, rüku, səcdə, deyirik səcdə ilə, təşəhhüd de. Bu yandan deyirik, üzünü qiblədən çevirmə, et və etmə. Həccə gedirik ki, təvaf et, səy et, namaz qıl, təvaf namazı. Ehram giyinəndə filan şeyləri etmə. Oruc yeganə ibadətdir ki, orada nəyisə etməli deyilik, nələrisə etməməliyik. Etmədən, imtinadan ibarətdir başdan ayağa. Orucda eləmək əmri varsa, məsələn, nəsə et, Quran oxu, bunlar hamısı müstəhəbdir. Vacib et əmri yoxdur orucda. Diqqət etmişsiniz buna. Ramazan ayında ancaq tərk elə, bu əmr var. Və bu fənafillah qoxusu verir. Tərkdə nəsə var, tərk etməkdə. Könüllü imtinada çox şey var. İbadət başdan ayağa imtinadan ibarətdir. Ancaq imtina etmək. Biz hədislərə baxırıq, imtina etmək nəsə etməkdən üstündür bizim dinimizin məntiqində. Nəyisə etməmək, nəyisə etməkdən üstündür.